Hamınıza salam dostlar. Bu gündən sizlərlə birlikdə yeni aldıqlarımı göstərirəm. İlk öncə balacalarından başlayacağım. 2 dənə almışam. Bu şəkildə belə stiker deyim. Sonra belə bir stiker deyim. Qız stikerləri. Bundan da 2 dənə almışam. Bundan da nə vaxtdır aldıqlarım videosu gəlmir deyə. Və gəlin bunu yerləşdirək. Bu şəkildə stokumdan bunlar götürdüm. Bunların içində belə stikerlər var. Nə qədər? Mən əvvəl bunu alıb yığmışam. Əldə video çəkməmişəm. Əldə çəkmirdim aldıqlarım videosu. Belə bu şəkildə belə çoxdur. Bir 10-12 dənə var. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənədir. Bayağı çoxdur. Bunlardan mən daima istifadə edirəm deyə elə də stoklayıram ki, bitəndə olmasa elə qabaqdan alıram. Belə bir stiker dəftər aldım. Bunu özü belə idi. Üstünün paketi yox idi. Mən də anlamadım. Bunun içərisini göstərəcəm. Bir də belə bir qabım var. Belə bir şey var idi keçən videoda. Bunun qabı idi. Bunun qabında mən stiker falan qoymaq istəyirəm. Amma sadəcə belə məsələn harasa qoymaq olar da. Baxın. Mesela bunun üstüne. Dedi. Neyse böyle bir şey düşüp yere koydum. Ha. Kesin şampun kabıydı. Şampun kabı. Balza. He. Neyse. Orada düşüptüm. Bu şekilde bile. Böyle mavi maymelodi diyeyim. Bu niye düşür? Heh. Oldu. Böyle mavi maymelodi. Bunun bəsi də var idi ama tapıb bilmədim. Hamı almışdı. Bir tane bu idi açıq dolan. Bir tanesi de var idi zərrələrdən idi. Hamısını almışdılar. Ben size detaylı tur eləyəcəm. Belə. Nazik daha bu var. Da ağları gəlir. Bilirsiniz, mən də bilirəm. Baxın, bu. Evet. Bu ağ stikerləri çox qəribədir. Baxın. Lap nazikdir. Baxın, buradan baxanda arxa tərəf görünür. Bunları belə bu stikerlərin hamısı qutarında belə də mən baxmışam alanda orada 8 dənə belə bloknot vərəqlər də şirindir. Amma bir o qədər də bəyənmədim. O birisindən var idi deyə məcburən bunu aldım. Başqa da yox idi. Başqa gündə nə qədər vaxt gedə bilməyəcəm. Baxın. Tətildir. Mən o məktəbin yanına gedə bilməyəcəm. Ona görə indi aldım. Belə bir stiker bloknotum da var idi. 2 dənə oldu. Əslində mən sizə bütün bloknotların üzərini göstərim. Aldığım bütün stiker bloknotlarını. Baxın. Bu 1. Bu 2. Bunun içində stiker var idi. Baxın, eynisidir. Bunun burasını kəsib rips eləmişəm. Belə qalıb. 2. 3. 4. 5, 6. Bir 12 manat edir. Hərəsini 2 manat, hələ qəpiklər də var. Bunu bugün üçün 2 manat 50 qəpik aldım. 2 manat 30, 2 40, 250 belə dəyişik qiymətlər. Ona görə çox pul vermişəm mən bunlara. Baxın belə.
Üstündə yazır 24 vərəqdir. Burada baxın 24 yazır. 8-də 3 vuran, hə 24 eləyir vərəq. Arxası bu şəkildədir. Baxın, bunlar biraz eynidir, amma bunun içərisində zərli idi. Bunun marmeladisi var idi. Almadım ki, nasıl içi eynidir də. Baxın, buradakı zərli stiker var. Kameraman oldu mənim. Hə, baxın, içində bunların eynisi zərlilər var idi. Eyni idi, ona görə tamam almadım. Baxın, eyni idi. Çox bloknotum var. Bu da elə təptəzə daha işlətməmişəm heç. 0 vərəq işlətmişəm, yəni heç ondan işlətməmişəm. Baxın, bunu da turun etmək istədim. Videom biraz uzun olsun deyə. Shorts olaraq düşməsin də. Şirindir. Elə bir bunlardan məndə var idi. Ya olmayıb, eyniləri olmayıb. Bilmirəm, məndə o qədər də çox deyil. Baxın, aldığım... Mən bundan bir dəfə də almışdım bu marmeladisini. Şu an onlardan bu qədər qalıb. Sizə göstərim. Bu. Var. Bundan var. Burada yenə baxarıq. Bu. Çox az dəhşət dərəcədə qalıbdı. Kəsməyəcəm bunu. O da bu bir o qədər. Bəziləriniz yazırsınızda saxta sifariş gəlsin. Gələr. Bu günlərim çox çəkəcəm. Bu videonu yükləyəndən sonra bir dənə də saxta sifariş çəkəcəm. Bu şəkildədir. Bunun ağları da ne şirindir. Bunun arxasındakı görsəz bayılacaqsınız. Alma var. Yəni çiyələkdir. Amma yox. Baxın, çox qəşəngdir. Ağları ta-ta-ta-tam. Bunlardan yox idi məndə bu məsələ. Siz kameranı görmürsünüz. Bu. Rastlaşmamışam bu. Bu. Pompom. Dəqiq marmelad olduğuna görə fərqli oldu. Bunun bağlanma yeri hardandır? Buradandır. Okey, sağ olun. Kanalıma abone olmayı unutmayın.